Məzhəbçilik, təriqətçilik, xurafatçılıq istənilən dində bir bəladır. Bu mənim şəxsi fikrimdir. Ola bilsin, fərqli yanaşanlar da var. Amma bəlalı olmasının əsas səbəblərindən biri də cəmiyyətdə parçalanma yaradır. Qarşıdurma yaradır. Fərqli fikirlərə dözümsüzlük yaradır. Yəni, bu məsələ çox ciddi bir məsələdir. Bəzən biz üstündən keçib gedirik, diqqət yetirmirik. Niyə bu gəldi, belə bir məsələ gəldi, şişdi, cəmiyyətdə belə bir qarşıdurma yaratdı. Həddinə çatandan sonra başlayırıq bu məsələnin kökünü axtarmağa. Amma halbuki bu məsələnin kökünü deyənlər var. Bu məsələləri araşdıran var, bu məsələləri gündəmə gətirən var. Sadəcə olaraq cəmiyyətimi deyim, təşkilatlarımı deyim, qeyri-hökumət təşkilatlarımı deyim, dövlət qurumlarımı deyim və s. Diqqət yetirmirlər. Bəzən biganəlik olur, bəzən belə deyək, fikir vermirlər. Və bu cür məsələlər bəzən dini ayinlər vaxtı, dini tədbirlər vaxtı daha çox qabarır. Məsələn, Məhərrəmlik ayıdır. Hamımız Əhl-i-Beyt, Azərbaycanda Əhl-i-Beyt tərəfdarları çoxdur. Bu aylarda bax, o yad ünsürlərin belə deyək, tətbiq elədikləri üsullar ortaya çıxır. Eybəcər tablolar ortaya çıxır. Bu barədə ən çox araşdıranlardan biri, mən yazılarını və araşdırma fikirlərinə tez-tez rastlayarım sosial mediada. Çox ciddi fikirləri, araşdırmaları var, cəmiyyət üçün çox xeyirli sözləri var. İlahiyyatçı, araşdırmacı Tural bəy İrfanla danışacağım bu məsələni. Tural bəy həm də Milli Cəbhə Partiyasının başqan müavinidir. Tural bəy, xoş gördük. Xoş gününüz olsun, təşəkkür edirəm. Tural bəy, belə uzun-uzadı tərifləmək olmasın, yəni doğrudan da sizin bu istiqamətdə peşəkar araşdırmalarınız var. Yəni həvəskar deyil, peşəkar araşdırmalar var və cəmiyyət üçün çox xeyirli araşdırmalar. Ona görə gəlin məsələnin elə mərkəzindən başlayaq. Sizin sonuncu yazınızda elə başlığa da çıxartmışam, məzhəbli ilahiyyatçılar milli ilahiyyatçılarla əvəzlənməlidir. Yəni bu nəticədir. Mən istəyərəm kökə gələk. Bu məzhəbçilik, təriqətçilik niyə cəmiyyətdə belə populyar olur? Onların fikirləri daha başa düşüləndimi? Onların fikirləri daha populyardımı? Onların fikirləri cəmiyyətdə niyə belə həvəs yaradır? O dəqiqə mən filan təriqətdəyəm, sən filan təriqətdəsən, belə bir ajitaj yaranır. Bunun bir səbəbini bir izah edək. Təşəkkür edirəm dəvətinizə görə. Çox aktual və vacib məsələdir. Həqiqətən bu mövzu ətrafında müzakirəyə dəyər. Demək, bu təriqətçilik və məzhəbçilik bilirsiniz ki, dinin parçalanmasından doğan bir şeydir. Və ümumiyyətlə tək dində yox, digər məsələlərin özündə də bu parçalanma hər zaman mənfi qarşılanan bir məsələdir. Yəni, parçalanma fayda verməz heç bir şeyə, nə xalqa, nə cəmiyyətə, nə dinə və ümumiyyətlə də bütün parçalanma həmişə üçün ziyanladır və Quran-ı Kərimdə də, ümumiyyətlə müqəddəs kitablarda da demək, parçalanma, təriqətlərə bölünmə qadağan olunur. Quran-ı Kərimdə də bununla bağlı birbaşa konkret olaraq ayələr var, təkidli əmrlər var ki, bölünməyin, parçalanmayın, hətta nümunə də gətirilir ki, sizdən əvvəlkilər bölündü, zəlalətə düşdü, siz də onun kimi bölünməyin. Ancaq nə yazıq ki, buna məhəl qoyan yoxdur və xüsusən də cəhalət bürüyübdür aləmi. Bu, Mirzə Rəhbər Sabirin, necə deyirlər, Seyyid Əzimin, Akberdiyevin, Mirzə Cəllin dövründən bu günə kimi bu xurafat əhlinin yolunda heç nə dəyişdir. Mən ona görə təəssüflənirəm ki, əksinə artım olubdur. Bu sayədə böyük inkişaf gedir, dırnaqarası inkişaf gedir. Bunun da təbii ki, bir çox səbəbləri var, obyektiv və subyektiv səbəbləri var. Xarici maraqlar, kənar təsirlər, ümumiyyətlə də tək dinə qarşı yox, ümumiyyətlə bu kiber təhdidlər də əsasən din və məzhəbçilik pərdəsi altında təzahür edir. Həmçinin bizim ölkəmizə də bax bu üsullarla yol tapıb, deməli, müxtəlif məsələlərlə bağlı təzyiq göstərmək və yaxud da bax bu təhdidlər yaratmaq istəyənlər çoxdur. Ümumiyyətlə, bu təriqətçilik və məzhəbçilik dinin bəlasıdır. Bu bir xəstəlikdir. Bu bir virusdur. Bu dini məhv edir. Çox dəhşətlisi də budur ki, bizim cəmiyyətimizin bir böyük kəsimi bu xurafat və möhümata artıq din deyərək iman gətirir. Yəni, bəzən biz
bu xurafatı tənqid eləyəndə, bu mövhumatı tənqid eləyəndə, bu insanlar bizə qarşı yönəlib, sanki biz dinin əleyhinəymiş kimi bizə qarşı yönəlib. Məsələn, məzhəbçilik son dövrdə geniş vüsət alıbdır. Bu nədir? Qütblər var. Bax ki, bir qütbdə indi adlarını çəkmirəm bu məzhəblərin, filan məzhəbdir, digərində də o biri məzhəbdir. Bunlar bir-birinə qarşı rəqabət yaradırlar. Elə bir futbol meydançasında iki komanda top oynayır və deməli, bunun nəticəsində də bunlar inkişaf edirlər. Bir-birinə, necə deyərlər, dəlil sübut verirlər, rəvac verirlər, dəstəvuz verirlər ki, bu mənfi müsbət, yəni ki, rəqiblər şəklində bunlar inkişaf eləsin. Bax, bu dəhşətlidir ki, bəzən düzdür, indi bu nəzarət çevrəsi filan düşünür ki, bu balans yaratmaq üçün bu lazımdır, biri bu cür, o birisi də digər. Bu əslində bunlar hamısı işin ziyanlı olan məsələlərdir. Bunlar bir-birini inkişaf elətdir. İndi ölkəmizdə götürək, bir qədər deyək ki, bu əhl-i sünnə cəmaatının adını zəbt eləmiş bu sələfi cərəyanı mövcuddur. İndi əhali arasında bu müxtəlif adlarla adlandırılır. İndi hər nəysə mən bilmirəm bu vahid qənaətə nə cür gəlinibdir, buna vəhabi mi deyək, sələfi mi deyək, nə deyək. Bu hər nəysə bu cərəyandır. Digəri də deyək ki, Əhl-i Beyt aşiqi, nə bilim mən bizim tarixi köylərimizə bağlı şiə cərəyanı adlandıran özünü İranın teokratik rejiminin, necə deyərlər, din modelini mənimsəmiş bir təbəqə. İndi təbii ki, bizim bu fundamental, tolerant milli ənənələrimizə uyğun olaraq dinini yaşayan həqiqi möminlər, müsəlmanlar, insanlar da var ki, onlar əsas dövlətçiliyi, milli ənənələrimizi, bizim birliyimizi, vəhdətimizi əsas götürürlər. Amma mənzərə onu demir. Bugünkü mənzərə onu deyir ki, meydanda əsas obrazlar bu iki qütbdür, bu iki cərəyandır ki, bunlar da bir-birindən rəqibdir və rəqabətdə bir tərəf, necə deyərlər, xurafatın, mövhumatın dozasını artırır, o biri tərəfdə onun əleyhidarlığının artırır, elan edir fikirləri, ziyarətgahları və s. belə. Beləliklə də cəmiyyətdə çalxantı yaranır. Normal insanlar da sosial şəbəkələrdə filanda heç bir dini ənənə öyrənə bilmirlər. Ancaq mübahisə, müzakirə. Burada təbii ki, xarici maraqlar var. Cəmiyyəti parçalayır, milləti, xalqı parçalayır, millətin əqidəsini parçalayır və eyni zamanda da dini parçalayır. Dövlət ideologiyamıza xələl gətirir. Azərbaycançılıq deyirik, türkçülük deyirik. Bu necə ola bilər? Bugün Borçalı əldən gedibdir. Borçalı artıq demək olar ki, İranın işğalındadır, ideoloji işğalındadır. Şərq coğrafi cəhətdən gəlib oranı tuturlar. Və indiki dövrün də işğalı bu cür olur da. İndi də qılış götürüb gedib torpaq tutmurlar. Yaxşı, və bu necə olacaq? Bizim ölkəmizdə həmçinin bu nədir? Müəyyən şüarlar altında, qara bayraq altında filan. Bunlar hamısı siyasi aksiyalardır, bilirsinizmi? Bunlar hamısı orta əsrlərin, o dövrdə qurulmuş dövlətlər bilirsiniz ki, dini ideologiyaların mehvərinə sökənirdi. Yəni, belə deyək ki, hansısa bir təriqət cərəyan üzərində dövlətin ideologiyası mütəşəkkil olurdu. İndi bizimkilərin də bir çoxu əsaslandırır ki, filan bizim babalarımız bunu yaşadıqlar, biz də ona görə bunu yaşatmalıyıq. Amma mən belə bir tərəfdarı deyiləm ki, tarixdən ibrət almaq lazımdır. Tarixin yaxşı, faydalı tərəflərini götürmək lazımdır. Mənfi tərəflərini rədd eləmək lazımdır, götürməmək lazımdır. İndi bizim belə deyək, Peyğəmbərin dövründə İslam dinini gətirənlərin əksəriyyətinin babaları müşrik idi, bütpərəst idi, uşağını diri-diri torpağa bastırırdı. Bunda onlar da deyirdi ki, biz babalarımızın yaşatmıyoruz. Bizim babalarımız bir-birinin qabını sındırırmış, bir vaxt varmış ki, bu sünnüdür, bu şiədir. Necə bunu da deyək də, biz elə hər şeyin üstünü malalayıb yaxşıdır, yaxşıdır deyə belə olmur axı. Və bu elə bir idiksə, vəhdət idiksə, hardan yarandı bu qədər təriqətlər, bu qədər məzhəbçiliklər? Sosial şəbəkələrdə ən çox söyüş söyən, təqdir yazan dindarlar da dırnaq arası deyək, nə bilim, həqiqi dindarlar deyək, nə deyək. Bu reallıqdır, bunu etiraf eləmək lazım. Yaraları sağaltmaq üçün gərək bunları biz boynumuza alaq. Deyək ki, bu var. Yox, o yoxdur, bu yoxdur, tolerantlıqdır, filandır. Bu gün tolerantlıqdır. Vaxtilə İraqda da, Livanda da, Suriyada da həmin tolerantlıq var idi. Amma görürsünüzmü, bu təriqətçilik axırda gətirdi, onları hansı dövrə çıxartdı? Hansı vəziyyətə gətirdi? Millətin həmrəyliyini pozdu, vəhdətini pozdu, dövlətin ittifaqını, tövlüyünü pozdu, suverenliyini pozdu, vətəndaş müharibəsinə gətirdi, Allah göstərməsin. Bizdə hələ Sovet hökuməti təzə dağılıbdır. İnsanlar hələ təzə öyrənir bu şeyləri. İndi görürsünüzmü, dini maarifləndikcə, məzhəbçilik cəhətindən maarifləndikcə hansı radikal fikirlər ortaya çıxır? Mən burada ifadə eləyə bilmirəm. Bəzən bu axund adı altında, din xadimi adı altında olanlar məscidlərdən elə bir irgənc
şeylər, xütbələr oxuyurlar ki, o heç Sovet dövrünün ateizm dövründə də elə şeylərə icazə verilmirdi, elə əxlaqsız söhbətlər olunmurdu. Bunlar saysız hesabsız bizim əlimizdə nümunələr var. Budurmu din? Yəni bu dini bu şəkildə təqdim edirlər. Məzhəbçilik formasında, təriqətçilik formasında. Məzhəbçi ilahiyyatçılar bu gün meydandadır. Gedib xaricdə oxuyub da hansısa məzhəbin ilahiyyatçısı olub. İndi İslam adından danışır. Buna necə yol verilir, mən bunu başa düşürəm. Adamı məscidə təyin ediblər. Bu İslam dini üzrə təyin olunub da bu İslam dinindən danışmalıdır. Və bu niyə onda məzhəbçilik aparır? Niyə məzhəbdən söhbət açır? Məsələn, xristiyanlarda qanuni şəkildə pravoslav, katolik, protestant və s. bunlar icma olaraq təsdiq olub bu cür qeydiyyatdan keçirlər. Amma bizdə hamı İslam adı altında qeydiyyatdan keçib məzhəb təbliğat aparır. Bu xəyanətdir. Ona görə düzəlmir də. Bugün bir elə məscidimiz var ki, şəhərin mərkəzində 4 dəstədə namaz qılırlar. Bu filan məzhəbin adamıdır, bu filan kəsə təqlid edir. O birisi nə bilim mən filan məzhəb. Belə din olar. Bunun ucbatından da həmin məscidə 8 axım təyin eləməyə məcbur olurlar ki, o icmaların hərəsini bir nəfər idarə edir. Və bunlara da yardım verilir. Ayda indi maaş deyirlər, yardım deyirlər, nə deyirlər. Belə şey olar. Bu istismarçı ruhani təbəqədir də. Bu necə deyirlər, o Sabirin vaxtında, Seyd Əzimin, Mirzə Cəllin vaxtında xalqı sümürüb, hər tərəfli istismar edən təbəqədir də. Bu mənəvi dəyərlər adı altında keçiblər bizim boğazımıza. Yaxşı, bu hansı mənəvi dəyəri bunlar təbliğ edir? Bugün mən xahiş edirəm bizim tamaşaçılarımızdan bir monitoring aparsınlar, girsinlər sosial şəbəkələrə, görsünlər ki, ateistlər mi daha çox söyüşdür, siyasətçilər mi daha çox söyüşdür, müğənnilər, artistlər mi daha çox söyüşdür, yoxsa bu məzhəbçi dindarlar mı çox söyüşdür? Bu dəhşətli bir fakt. Bəs bunlar bu xalqın, millətin hansı mənəvi dəyərini yaşadırlar, hansı tolerantlığı qoruyurlar ki, dövlət komitəsi bunları bir yerə yığıb, bir iclas keçirməsə, konferans keçirməsə, cəmləşdirib, mehribanlaşdırmasa, bunlar bir-birini qırar İraqdakı kimi. Budurmu bunların tolerantlığı, bunların imanı dini? Deməli, həqiqi dinə rəayət edən yoxdur. Bunlar dəllaldır, bunların tacirdir, bunlar alverçidir. Belə dindarlıq mı olar? Belə imam mı olar? Mən 30 ilə yaxın araşdırma aparıram, tədqiqat aparıram, obyektiv şəkildə 680 İslam məzhəbinin təriqətini araşdırmış adamam. Bizim xalqımızın bütün milli gənələklərinə yaddır bu məsələlər. Ürfümüzə, milli dəyərlərimizə kənardan hərə gedib bir İslam ölkəsində, bir müsəlman ölkəsində o ölkənin İslam modelinə uyğun bir mədrəsədə təhsil alıbdır. Bəzən də bu ölkələr teokratik rejimi təmsil edən ölkələr olub. Orada da bu rejimin özünün tətbiq elədiyi, öz millətinə, xalqı üçün xarakterik olan İslam obrazını mənimsəyib gəlib, indi oturub minbərdə burada mənim xalqıma dərs deyir. Bu necə ola bilər? Bu necə uyğundur? Bu düzgün məsələ deyil. Təbii ki, bu cür kadrlarımız olan yerdə bu məzhəbçilik olacaq, təriqətçilik olacaq. Mən bunu bir bəla kimi qiymətləndirirəm. Bu yığışdırılmalıdır.